Sana bu uşaqlar, mənə adım Xudiyə Fəri. Bax, budur Python'dur. Burası Python dərsi 3. Dəyişənlərə qiymət məddəsəlmə. Python'da dəyişənə qiymət vermək üçün mənimsətmə operatoru bərabərli istifadə olunur. Dəyişən adı bərabərli qiymət. A bərabərli 3, B bərabərli 10, C bərabərli A üstəgəl B. Print C. Bu A və B dəyişənləri toplamaq üçün olunan qiyməti isə C-yə mənimsətmək lazımdır. Müxtəlif yolları. A bərabərli 1, B bərabərli 2, C bərabərli 3, C bərabərli 4, E bərabərli 5, F bərabərli 6, C bərabərli 7, H bərabərli 8. Print mərkəzədə A virgül B virgül C virgül D virgül F virgül C virgül H. A virgül B virgül C virgül D virgül E virgül F virgül C virgül H bərabərdir 4 virgül 5 virgül 6 virgül 7 virgül 8 virgül 9 virgül 10 virgül 11. Print A B C D E F G H. Next, I gotta tell you something. The range. Burada olunan kodu yazmaq əvəzinə range istifadə edərək yaza bilərik. A, B, C, D, E, F, G, H bərabərli range 1,9 print A, B, C, D, E, F, G, H. Bu kod range funksiyasını istifadə edərək dəyişənlərə arzu qiymətlə mənimsətməyi göstərir. Python'da range funksiyasına son rəqəm daxil edilmir. Bir range ilə 1-dən 4-ə qədər ədədlər yaradır. Bu ədədləri A, B, C dəyişənləri payları sonra onları ekrana yazır. Vacib qayda. Əgər dəyişən sayı və ələməzi sayda eyni olmazsa Python xəta verir. Swap. A bərabərli 2, B virgül B bərabərli 10. A virgül B bərabərli B virgül 10. Read A virgül B. O zaman bu proqram əvvəlcə A bərabərli 2 və B bərabərli 0 qoyur. Sonra onların yerlərini dəyişir və ekrana yazır. Bu kodu yazıb print etdikdə ekranda 40 göstərir. A integerdir. A buradan əməliyyatı. Python integer vur, integer riyazi vurma. Yəni A buradan 40. Belə yazdıqda isə 10 göstərir. A 60. A buradan əməliyyatı. Bu Python'da string, integer, string təkrarlanır. Sözdə arasında boşluq olmasını istəyirik. Dırnaq içində sözdə boşluq buraxmalıyıq. A bərabərli salam, B bərabərli A vurdur. Print B. Baxın. A bərabərli 10, B bərabərli int A vurdur. Print B. A stringdir, çünki dırnaq içindədir. Typecasting. String integer. Int A. 10 məddini 10 ədədinə çevirir. Sonra 10 vur 4. 40 riyazi vurma əməliyyatı aparılır. Əvvəl A məddin idi, amma biz onu int ilə ədədə çevirdik. Sonra 4 ilə vurduq. Nəticə riyazi vurma əməliyyatı oldu, məddin kimi təkrar edilmədi. Typecasting for int. A bərabərli 15. A bərabərli string A vurur. Print B. Int 10 bölü 2. 10. Python 10'luk hissəsini atır. Tip dəyişir artıq int oldu. Int istifadə edə 10'luk hissə itir. Bax. 10 bölü 2. A bərabərli int A vurur. Print B. 20 bölü 4. Kəsirlərə 10'luğu üçün 10'luq çıxır. Int ilə ədəd tam hissəyə çevrilir. 10'luğu atıldı. 15. String A vurur. Print B.
Əvvəlcə integer ədəd tipi nədir? Təhlükəsizlik integer string. String A 15 ədədini mətnə 15 çevirir. Sonra 15 vur 4 Pythonda string vur integer əməliyyatı təkrarlanır. 15 vur 4 15 15 15 15. Əvvəl A ədəd idi, amma biz onu mətnə çevirdik. String A sonra 4 dəfə təkrar edirik. Nəticə 15 15 15 çap olundu. Reyazı vurma yox, mətn təkrarı oldu. Bax, A əvvəlcə tam ədəd int tipi nədir? Təhlükəsizlik int float. Float A 10 ədədi 10 bölü 10 şəkildə kəsr ədəd o float seçilir. Sonra 10 bölü 10 2 bərabərdir 20.0. Əvvəl A tam ədəd idi, amma biz onu float ilə kəsr ədədə çevirdik, sonra 2 ilə vurduq. Nəticədə 20 bölü 0 çap olundu, yəni onluq hissədə göstərilir. A bərabərdir 10, B bərabərdir A bölü 2 print B. A tam ədəd int tipi nədir? İşarəti bölmə əməliyyatı Python ilə bölmə həmişə float qaytarır. Yəni nəticə kəsr ədəd olacaq. A bölü 2 bərabərdir 5.0. Pythonda elə bölmə həmişə float kəsr ədəd qaytarır, hətta bölünən və bölən tam ədəd olsa belə 10 vur 2 5.0 tam ədəd kimi görünərsə də float tipi nədir? Əgər tam ədəd çıxarmışsan, operatorda istifadə edirsən. Bax belədir. Digər qazanacaqam. Eləmir, yaxşıdır. Yaxşı, siz sağ olun, abunə olun və like elə. Siz sağ olun. Bye bye.